Selamünaleyküm dostlar. Hamza salamlar. Bugün etəmədim bir içəridə qarşınızdayım. Clash Royale oynuyoruz. Bugün nə var, yaxşı oynayacağam. Kupamızda yüksəldəcəm. İstə dəstəmi göstərdim. 2 dənə dəstə qurmuşam. Biri golemdir, əlimdə olan imkanlarla. Bir də ki, mühafizlər qoymuşam. Yəni bunlarla belə qəşəng kupa kasacağıq. Məncə bugün rahat belə 3-4 maç oynasaq belə mən hədəfi göstərirəm. Hədəfimiz asandır. 6450 olub ikisindən birini seçəcəm. Neyse başlayaq uşaqlar. Bir dənə mühafizlər oynamaq istəyirəm mən. Golem də yaxşıdır. Golemi də çox sevirəm. Amma məsəl üçün burada mühafizləri bir 11-ə basaq bir dənə şeylə. 2 dənə şeyimiz var. 3 saatlıq, 1 saatlıq bunu 11-ə yüksəldək. Kraliyyət domuzlarını da bunları da bir 3 saatlıq düzləndirirəm. 11-11. Buz ruhuna ehtiyacım yoxdur. Buz ruhunu da basa bilərəm. Uşaqlar bir dənə sizlərə şeyimi göstərəcəm. Bax kartlarımı. Kartlar kitabım var. Kart cüzdanımız var. 6 dənə joker parçam var. İstədiyim evimi aça bilərəm. Amma hələ qərarlaşdırmamışam deyə hansı dəstə main dəstəm olacaq da onu makslayacağam. Məncə mühafizləri main dəstə edə bilərəm. Bu nədir? Yeni bir şey gəlib. 50 toz qozon. O uşaqlar pulsuz şey də verir. Onu da demək budur. Baxın, evrim, hayalet evrimi də verəcək sizə. Buradan CR'də dünya finalını oy zübü bunlar da kasa bilər ya. Allah hayalet evrimini də aça bilirəm mən. Çox mükəmməldir. İlk masa keçid alaq. Uşaqlar. İlk rəqibimiz kimdir? Kardeş Klub Fiery Waffle. Mən sizə bugün yetenəklərimi göstərəcəm. İzləyin əlimizdən nə gəlir. Sənə də bol şans dostum. Güclü madenci ilə başlayaq. O özelliği bassa bizim güclü madenci yalan olacaq. Ona görə onun önünə mühafız basmaq istəyirəm. Uçan makine ilə şeyi ortadakini yıxaq. Domuzluqları bölə bilərəm, amma hələ ki abartı şey eləməyək. İçindən keçməyək şeyin. Ona atacaq bir şey yoxdur. Belə bir oxlar yaraşar. Mən də çox qəşəng oxlar atdım. Uşaqlar, bu böyük bir rəqib mükəmməl oynamaya bilərəm, amma oyunu öyrənməyə çalışıram. Məncə pis oynamıram, yəni mükəmməl oynayıram. Mühafizlərlə irəliləyəcəyimizi düşünürəm. Ora atmağa heç nə lazım deyil. Buz roku buraxaq elə belə. Sonra nə edə bilərik? Ortadan şey basacağım. Bu bizə gələcəkdə lazım olacaq. Güclü madenci. Güclü madenci, arxasında bombacı özellik basacaq çünki. Uçan makine. Buz ruhu. Haydi çox pis iksiri xəşlər, çox pis iksirini çox pis şeyləri yönləndirdi. Bunun arxasında şey domuzluqlar bassan bir heç nə edə bilməyəcək bu. Soldan yaxşı şeylədir. Kartların da səviyyəsi bizdən çox yüksəkdir. Uşaqlar səbirli oynayacağım. Bax çox səbirliyəm. Arxadan şey deyəcəm mən. Mühafizləri basaram. 2x'ə girdik. Arxadan mühafizləri bastım. Sonra sola doğru güclü madencini şeyə doğru çıxardacağım. İndi əlimizdə bir dəqiqə güclü madenci. Sağa doğru çıxardaq güclü madencini əlimizdən. Ortadan şeyləri bölək. Şey də çıxdı onsuz əlindən. Uçan makineni də ortadan atıram. Elə biləcək başqa hamle qalmır. Oxları yapışdıracağım. Oxlara ehtiyac yoxdur. Arxadan bombacı ilə dəstəkləyək. Təzdən arxadan mühafizlə girmək istəyirəm. Ora atacaq bir şey var. Yoxdur. Buz ruhu ilə dəstək atdım. Mükəmməl kulesini aldıq. Ortadan şeyimi atıram. Goblin kafesimi atıram. Oranı qəşəng tutaq. 17 saniyəsi qalıb. 17 saniyə ilə mühafizlərlə öndən çıxıram. Ortadan uçan makineni atmaq yerinə şey at. Mezarlıq çox vurmasın. Bombacı kule getməsin, vurun. Buz ruhu ilə dəstəklədim. Uçan makineni də ortadan yapışdırdım. Mükəmməl oldu. İçindən keçdi. Çox həyəcanlı oyundu. Çox həyəcanlı oyundu. Bol şans, təşəkkürlər. Gül. Ulan mən niyə belə çirkəfləşdim o tuşlar demişkən. Bir maçda davam. İnşallah anti 14 səviyyə zat oyuncu atmaz. Yoxsa içimizdən keçər ha bizim. 11 səviyyə kuleye normaldır. 11 səviyyə kule normaldır. Görək nə atacaq, ona görə ilk həmləmə edəcəm. Goblin kafesi şey deyə bilərik. Tikə bilərik. Sənə də təşəkkürlər yapışdırıram.
Davam. Madencimi ataram. Önünə muhafizlər yaraşar. Allah bilirəm çox pis elədim. Nə olar çox pis oynamayım. Çox pis iksir şeyinə keçdi. Ona görə elədim. Qəşəng 6 iksir də oradan itirdi. Burada bu şeydə kuleni almalıyıq. Vurun. Vurun canavarlar. Vurun. Ayda biz şeyinə hayalete nə eləyəcəyik? Hayalete. Buz ruhu ilə döndərək. Bombacı artı şey. Məcbur atdım bunu. Bombacını itirmək istəmirəm. Bombacını boşa yollaya bilmərəm mən. Adam iksir toplayıcı qurdu arxadan uşaqlar. O kuleni almalıyıq. Al o kuleni. O kuleni almasaq oyun bitdi. Vur vur. Adam kule takas edəcək. Allah biz onu nətər tuta bilərik. Bir dənə oxları yapışdıracağım. Yəni canı azalsın heç olmasa. Adam çox pis iksir qazanacaq. Biz onu nətər tutmalıyıq. 1 dəqiqə 30 saniyə onu biz fırlatmalıyıq necəsə. Uf, 3 slashor gəldi. Muhafizləri sağa doğru bölək. Öndən atacağım. Ortaya doğru şey. Uçan maşını işləsin. Çalışsın deyə ötüşlər demişkən. Ay gəl də day. Ayda o kuleni almadan verə bilərik, nə olar? Almasın o kuleni. Haydi vur. Bombacıya vurma 47 saniyə. 47 saniyə onu biz nətər şey eləyəcəyik. Adam təzədən 3 slasher atacaq. Kulemizi yarı şey elədik. Muhafizlərlə dəstək. Oxları yapışdırdım. Ortadan qəfəs qoyaq. Hayalet gələ bilər, gəldi. Arxadan güclü madencini iki tərəf olanı bölürəm. Sola bombacını atıram. Muhafizləri öndən çıxacam muhafizlərlə. İkinci toplayıcını qoydu adam. Dəstək üçün uçan makine. Sola çox böyük dəstək lazımdır. Buz ruhu ilə yavaşladaq. Və yaxşı oyundu. Qəşəng. Çox mükəmməl oynadıq biz. Bu taktiklə nəyi var irəliləyərik. Təşəkkürlər. Adam da bravo deyil. İki maçda bravo deyirlər. Çox mükəmməl irəliləyir ya. Mən kayıtdayıq ona baxacağım. Onu çıxıb. Kayıtdayıq. Uçan makinenin şeyini verdi bizə. Aha Allah bəlkə şey verir. 100. Uçan makinemiz 2 olacaq. Şey 12 səviyyə. Bir dəqiqə baxım. Oy da hələ 500 var imiş biz. Amma çox mükəmməl kasmadıq bugün. Sizcə də. Çox əla kasırıq. Güclü madencimizdən də 1006-mızı yapışdıraq. Allah kərimli dedik. 9 səviyyə şey var. Ona heç nə xərcləməyə nəsə ala bilmərəm. Görək burada sandıq var. Sandıqdan bir dənə mən şey qurmaq istəyirəm əslində. Mezarlıq dəstəsi ya da şu kraliyyət evi də çox zor olar. Amma nəysə davam, belə davam. 2 nəsə var. Bu nədir ki? Çox uzatdıq biz. Maça keç. Muhafizlərlə içlərindən keçir ya, yəni. Metanın bugün dəstəsi budur. Şeydən götürdüm mən bunu. Dünya birincisindən Sofiyana'dır nədirsə. Bol şans. Təşəkkürlər. Bol şans deyəcəm deyə şey qaçırdırdım. Güclü madenci yapışdırıram. Tullanmayacaq şəkildə yapışdırdım. O güclü madencini boş göndərmək zəri yoxdur. Arxasında bombacı ilə dəstəkləyəcəm. Ay. Vur, biraz vur. Neyse. Mega şövalyeni çox pis. Ayda biz çox pis oynadıq. Havadan onu yavaş-yavaş əridək. Ortaya doğru qəfəsimizi quraq, qəfəsimizi. Tullatdırmayacaq şəkildə qəfəs bomba. Madencilər də getdi. Güclü madencimiz təzədən qayıtdı. Havadan da şey işləyir. Çox qəşəng. Havadan da çox qəşəng. Neyse adı yadımdan çıxdı. Vurma. Yarasaları öldür. Haydi vur kuleye. Minə qədər indirirsən. 2000'e kadar. Haydi heç olmaz. Qəşəng şeyimizə atabiləcək bir şey yox ondur. Kraliç atdı. Kraliçəyə biz nətər tutaq. Öndən muhafizdən çıxsan. Sağ tərəfə biraz daha meyilli. Özəlliyi basacaq. Buz ruhu ilə onu yavaşladaq.
Atacaq bir şey də qalmadı. Allah, sola şey çıxartdı deyə domuzluqları bölməyəcəm. Biraz səbirli oynamaq istəyirəm. Haydi siz vurun kuləyə, vurun. Adam çox pis oynadı. Şeyi də çıxartdığına görə arxadan biz nə edə bilərik? 2000-ə qədər yarı-yarı indirdik, kulələrini eşitlədik. Okları basıram. Allah, nə edə bilərik? Ortadan şeyi quracağam təbii ki də. Bizə atakda qatqı şey eləsin. Qəşirsən ona tullan. Onsa əlindən şey çıxdı da, duvar yıxıcısı. Ona görə biz atacaq şeydir, bir şey yoxdur bundan sonra. O tək getsin. Muhafizləri gözləyirəm. Böyük atak eləyəcək. Arxada Mega Şövalye atsa, onu gözləyirəm. Aha, Mega Şövalye gəldi. Tullandıracaq şəkildə atdım. Atsın. Arxasına nəsə gəlsə onun. Önünə muhafizlər gedəcək onun. 7 iksir boşaltdı. Önünə muhafizlər yaraşdı. Ortadan domuzluqları bölürəm. Çox süper olur şeyimiz, atakımız. Bura buz ruhu yaraşdı. Buz ruhunu yapışdırdım. Arxasına uçan makineni yapışdıracağım. Solu da alırıq, sağı da alırıq. İçindən keçərik sizin. Sizin içinizdən keçərik. Davam. Şey atdı. Onu biz kafes atacağım. 27 saniyə qalıb. 27 saniyədə mən alması çox çətindir. Öndən şey bastım. Mega Şövalyeyə qarşı. Hələ ana kuləsinə də vurmuşuq. O şeyə tullansın. Ondan sonra arxasına bombacı atacağım. Bombacı ilə yavaş-yavaş əritsinlər. Çünki alan vuracaq şey yoxdur onsda. Muhafizləri də bastım. Oklar yaraşar. Güvənə bilmədim şeyə. Sonra ortadan uçan makinemi ataram. Uçan makinenin önünə buz ruhuna yavaşladıram və mükəmməl. Bugün çox qəşəng kasırıq ha. Nəsə belə həyəcanlı oldu, amma məncə qəşəng. 30 kupada oradan. Sənə gülərəm, mən davam edirəm kupama. İndi 3-cü oyunumuzda 3-də 100 gedirik. İnşallah belə davam. Burada nəsə al gəldi. Bu nədir? Çərçivə verdi. Pasturaldan nə açıldı? O qəşəng. Muhafizlər dəstəsini çox sevdim də. Yəni bu qədər mükəmməl dəstə. İnşallah belə davam edəcək. Bax, anti vermədiyi vaxt ikən, anti verməsə, bir də ki önümüzə yüksək səviyyəli biriləri gəlməsə, mükəmməl irəliləyəcək. Məsələn, kuləsi 11 bizə yaraşar. Yəni inşallah 14 səviyyə zad Mega Şövalyəsi yoxdur, 15 səviyyə zad. Adam şey atdı, ona okları yapışdırmağa istəmirəm. Mən də kafes tikəcəm. Sonraya qatqıda şey olasın. İnşallah birincisi zadı yoxdur. Binamızı əlimizdən tez çıxartdıq. Arxadan şey atdı. Mən ona qarşı nə edə bilərəm? Uçan maşinə yaraşar. Amma havaya vuran tək kartımız deyil. Çıxartdım. Bunları öyrənəcəyik. Ora şey atması əslində yaxşı deyil. Bombacı ilə dəstəkləyirəm mən oranı. Ay, da zəhər var imiş. Kuləyə vursun. Vurmadan olmaz. Vuracaq. Arxadan mən muhafizlərlə çıxaram. Adam çox pis iksir şeyinə keçdi. Yəni çox iksir zərərdədir adam. Görək nə atacaq, ona görə şey tikəcəm. Əlimizdə şeyimiz yoxdur, ona görə çox pis oldu. Eləyəcək hamlə yox deyə. Ora oklar yapışdıracam məcburi. Ortadan şeyimi ataram. Əlindən şey çıxdığına görə ortadan şey böləcəm yəni bundan sonra. Bax çox qəşəng kuş şeyimiz çalışdı. Ortadan bölərəm, onu da itirməyək. Buz ruhu ilə yavaşlat. Əla vurduq. O biraz vursun. Bebək ejdər vuracaq. Təbii ki də vuracaq. Bir dənə vurdu bəsdir. Adamın şey əlindən təzədən çıxdığına görə bombacı. Okları çox yaxşı vaxtda yapışdıracağam. Çox vurma. Tut onu bombacı. Hayda, çox vur diyor bu dəhşət. Amma çox biz iksir zərərinə keçdi. İndi mən onu eləyəcəyimi bilirəm. Üstünə zəhər atdı. Mən sənin oynayacağın oyuna nə deyim? Zəhər də boşuna getdi. Ortadan uçan makine. Uçan makine şeyə görə, bir dəqiqə. Ortadan uçan makine yapışdırıram. O şey atacaq deyəm. Domuzcuqları bölürəm. Sağa Valkür atsa, Valkür hansı tərəf atacaq? Ora doğru şey eləyəcəm. Ortadan şeyimizi ataq. Soldan güclü madənci, davam. Təzdən muhafizlərlə dəstək eləyəcəm atakımı. Atakımı təzələyəcəm. Təzdən muhafizlər. Yapış! Güclü madənci yapışdı. Vur! Buz ruhuna vur. Yenə boşuna şey atdı. Ortadan uçan makineni yapışdırıram.
Bombacı arxalarına dəstək üçün. Güclü madənci ortadan. Və domuzluqları böl, domuzluqları böl. Vur. Yes! Çox qəşəng qazandırıq. Bunlar bu rəqiblər zəif oynadı. Çox sağ ol. Sənə də təşəkkürlər. Əla oynadıq. Əla oynadıq, mükəmməl oyuncu. 4-də 4 gedirik. Son oyunumuzda da keçid alaq. İnşallah bu maçı da qazanarıq. Ya da ki 4050 olmadan buraxmayaq. Bir dənə sandığımız gəlib onu açarıq. İnşallah yeni bir əfsanəvi kart çıxar bizə. Ay da elə bildim çıxdı, çox sevinmişdim. Uşaqlar, mən şey dəstəmdə var, golem dəstəmdə. Onunla da oynayacağım, amma indi muhafizlərlə davam. Muhafizlərlə davam. Son oyunumuzda da keçid alaq. İnşallah mükəmməl bununla qazanarıq. Stewart gəldi qabağımda, Stewart. Klan da yoxdur. 10-cu səviyyədir şeyi. Bunun %100 kartları da yüksəkdir. Ona görə həmlə eləmək istəmirəm. Bombacı buraxaram onun tərəfdə. Ay zəfir! Çox heyecanlandım, çox heyecanlandım. Ona nə elə bilərəm? Güclü madənci məcburi buraxacağam. Önünə muhafizlər atacağım. Buz ruhu ilə kartlarının səviyyəsi o qədər yüksəkdir ki. Mən var ya, sağdan kraliyet domuzları hasarda çox öne keçdi. Ayda, kartlarının səviyyəsi çox yüksəkdir. Elə biləcəyim əlimdən şey gəlmir. Qoy o vursun sağ tərəfə, onsuz da soldan yemişik hasarı. İnşallah 5-də 5 eləyərik. Kartların səviyyəsi yüksək olmasa mən bunların içindən keçərəm. Adamın 13 səviyyə pekkası var. Mən onu nə ilə tuta bilərəm? Uşaqlar, ya risk atacağım, kule takası. Güclü madencini buraxıram. Qoy soldan natır atsın. Ortadan şeyimi ataram cadıya qarşı. Buz ruhu ilə onları təmizləyək. Donduraq. Ortaya doğru şeyimi ataram, kafesimi. Bombacı ilə onu tutarıq, amma sağa getsin bombacı. Elə şəkildə atdım. Oranı dəstəkləyərəm. O pekkanı çatdıra bilməz. Kartlarımız çox qəşəng şeylədir. Elektro şey atdı. Soldan ona görə domuzluqları basıram. Həm də ora dəstək vermişkən. Əla, iksirini sıfırladı. 4 iksirə də onu tuta bilsəm məndən mükəmməli yoxdur. Amma bir dəqiqə, mən onu nətər tutacağım. O mən şeyimi hər dəqiqə başı sıfırlayacaq axı. Yox! Tuttu, çox büyük. Salar. Kartlarının səviyyəsi çox yüksəkdir, yoxsa əldən heç nə gəlmir. Mən çox qəşəng oynadım. Bu videodan bu qədər olsun. Məncə qəşəng bu gün kupa kasdıq. Yəni 5-də 3 getsək də əslində 450 eləyərik. Bir dəqiqə 450-yə kasarıq o birisi videoda inşallah. 6450. Bu videodan bu qədər olsun. Gələn videoda görüşmək ümidi ilə. Sağ olun. Salamat qalın.